Eramızdan əvvəl Romalılar Azərbaycan ərazisinə niyə gəlib? Strabon öz əsərində hansı tarixi dövlətimiz haqqında məlumatlar verib? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamela döyüşündən sonra Yaxın Şərqin və Ön Asiyanın böyük bir hissəsi Makedoniyalı İskəndərin qurduğu imperiyanın tərkibinə daxil oldu. Ərazisi böyük olduğundan İskəndər başında durduğu dövləti Əhəmənilər imperiyasında olduğu kimi satraplıqlara böldü. Hər satrap idarə etdiyi ərazinin hakimi hesab olunurdu. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin qəfil ölümü ilə onun qurduğu imperiya dağılmağa başladı. Keçmiş satrapların əksəriyyəti müstəqil hökmdarlara çevrilərək imperiyanın ərazisində çoxlu sayda dövlətlər yaratdılar. Bu dövrdə tarixi Azərbaycan torpaqlarında iki dövlət, cənubda Atropatena, şimalda isə Albaniya dövləti yarandı. Ötən buraxılışımızda Atropatena haqqında danışdığımıza görə bu dəfəki söhbətimizi Albaniya dövlətinin tarixinə həsr etmişik. Elə isə başladıq. Eramızdan əvvəl 4-cü əsrin sonlarında yaranan tarixi Albaniya dövlətinin ərazisi müasir dövrlə müqayisə etdikdə Azərbaycan Respublikasının və əzəli torpağımız Qərbi Azərbaycanın tamamını, tarixi Borçalı mahalını, Dərbənd və Dağıstanın cənub ərazilərini əhatə edirdi. Bir sözlə Albaniya dövləti Şimali Azərbaycanın bütün tarixi torpaqlarını özündə birləşdirirdi. Yarandığı vaxtlarda Albaniya dövlətinin paytaxtı Kabalaka, yəni indiki Qəbələ şəhəri idi. Mehranilər sülaləsinin hakimiyyəti illərində dövlətin paytaxtı Bərdə şəhərinə köçürülmüşdü. Bundan əlavə Şamaxı, Gəncə, Şəki, Naxçıvan, Bakı, Dərbənd və Beyləqan kimi şəhərlər də Albaniyanın əsas yaşayış məntəqələri hesab olunurdu. Albaniya əhalisi əsasən maldarlıq və əkinlə məşğul idi. Şəhərlərdə sənətkarlıq və ticarət durmadan inkişaf edirdi. Dövlət yarandığı ilk vaxtlarda Albaniyanı Aranilər sülaləsi idarə edirdi. Dövlətin hansı hökmdar tərəfindən yaradılması barədə isə fikirlər müxtəlifdir. Bəzi müəlliflər iddia edir ki, Albaniya dövləti elə Aran adlı hökmdar tərəfindən yaradılıb. Bir çox tarixi mənbələrdə Albaniya dövlətinin adına Aran formasında rast gəlinməsi bu tezisi xeyli qüvvətləndirir. Onu da vurğulayaq ki, ərazi olaraq Albaniyanın mərkəzi hissəsi Aran adlanırdı. Elə bu adlandırma indinin özündə də davam edir. Adlandırma demişkən, Albaniya adının mənası ilə bağlı müxtəlif fikirlər var. Qədim Roma mənbələrində ölkənin adına Albaniya formasında rast gəlinir ki, bu da latın dilində ağ rəng mənası verən albus sözü ilə bağlıdır. Tədqiqatçılar bu sözü əsas götürərək Albaniya toponiminin etimologiyasını ağ ölkə olaraq izah edirlər. Ölkənin belə adlandırılmasını ərazidəki başı qarlı dağlarla izah edənlər də var. Yerli albanların ölkəni necə adlandırması barədə isə çoxlu tezislər var. Onların ən əsaslısı Aran versiyasıdır. Bəzi mənbələrdə isə Albaniya və Alban sözlərinə Alpan formasında rast gəlinir. Bunun da qədim türk dillərində igid qəhrəman mənası verən Alp sözü ilə əlaqəli olduğu bildirilir. Albaniya ərazisində xeyli sayda türk dilli etnosların yaşadığını nəzərə alsaq, bu tezisin həqiqət payı xeyli artır. Etnoslardan söz düşmüşkən, qədim Albaniya ərazisində 26 tayfa yaşayırdı və bu tayfalardan biri də elə Albanların özləri idi. Bu barədə Strabon yazır ki, Albaniya ölkəsi 26 fərqli dildə danışan tayfadan ibarətdir. Ehtimal olunur ki, Albaniya məhz bu tayfaların ittifaqından yaranmış bir dövlət idi. Eramızdan əvvəl 1-ci əsrdə Albaniyadan şimalda Alanlar, qərbdə İberiya, cənubda isə digər bir tarixi dövlətimiz olan Atropatena yerləşirdi. Bu dövrə kimi Albaniya ara-sıra şimaldan Alanların hücumuna məruz qalırdı. Ümumi götürsək, eramızdan əvvəl 1-ci əsrin 70-ci illərinə kimi Albaniya sülh və əmin-amanlıq içində yaşayırdı. Ta ki Roma imperiyası Qafqaza ayaq basana kimi. Eramızdan əvvəl 66-cı ildə Roma imperiyası Pompeyin rəhbərliyi altında Albaniya torpaqlarına daxil oldu.
Romalıların əsas məqsədi Albaniyanı işğal edib buradan şərqdəki əsas rəqibləri olan Parfiyaya daha rahat zərbələr endirmək idi. O zaman Albaniyanın hökmdarı Aranilər sülaləsinin nümayəndəsi Oroys idi. Pompey Qafqaza hücum edən zaman Albaniya və İberiya hökmdarları Romalılara sərt müqavimət göstərdi. Soyuqlar düşəndən sonra Pompey Kür vadisində qışlamağı qərarı aldı. O ordusunu 3 hissəyə bölmüşdü. Əsas qüvvələrə özü rəhbərlik edən Pompey, sağ və sol cinahları ən güvəndiyi sərkərdələri olan Luci Flak və Metel Sellerə tapşırmışdı. Romalıların 3 istiqamətə bölündüyündən xəbər tutan Albaniya hökmdarı Oroys 40 minlik ordusu ilə Roma düşərgəsinə hücum etmək qərarına gəldi. Eramızdan əvvəl 66-cı ildə Kür çayının sahilində Roma və Albaniya orduları arasında şiddətli döyüş başladı. Sərt müqavimətə baxmayaraq, say üstünlüyü sayəsində Roma ordusu döyüşdən qalib ayrıldı. Albaniyanın içərilərinə doğru irəliləməyi təhlükə hesab edən Pompey, Oroysla sülh bağlayıb İberiyaya geri döndü. Lakin Albanlar Romalıları izləyərək onlar üçün təhlükə yaratdığına görə Pompey yenidən onlara qarşı yürüşə başladı. Bu dəfəki döyüş Qanıq çayının sahilində baş tutdu. Albanların 60 minlik piyada, 12 minlik atlısına Oroysun qardaşı Kozis rəhbərlik edirdi. Təkbətək döyüşdə Kozis Pompeyi nizə ilə yaralasa da, dəmir zirək onu ölümdən xilas etdi. Döyüşün gedişində hərbi hiylə işlədən Pompey, Roma ordusunun qələbə qazanmasına səbəb oldu. Amma ordusundakı döyüşçülərin sayının azaldığını görən Pompey, sülh bağlayıb geri dönmək qərarı aldı. Bundan sonraki illərdə Roma ordusu Albaniya torpaqlarına bir neçə dəfə hücumlar etsə də, böyük bir uğur qazana bilmədi. Hətta Roma ordusunun, daha dəqiq 12-ci Fulminata legionunun Azərbaycanda olması ilə bağlı tarixi sübut da var. Bu Qobustan ərazisində qaya üzərində aşkarlanan və eramızdan əvvəl 1-ci əsrə aid olan qədim daş kitabədir. 1930-cu ildə təsadüfən aşkarlanan bu kitabədə 12-ci legionun əsgərləri tərəfindən Latın dilində Lucius, Julius və Maximus, 12-ci Fulminata legionu, müqəddəs Sezar Germanik Domisianın rəhbərliyi altında sözləri yazılıb. Eramızın 3-cü əsrinin ortalarında Albaniyada Arşakilər sülaləsi hakimiyyətə gəldi. Bu dövrdən etibarən strateji əhəmiyyətə malik Albaniya, Bizans və Sasani imperiyaları arasında baş verən uzunmüddətli müharibələrin əsas nöqtələrindən biri idi. Feodal münasibətlərin yeni formalaşdığı bu dövrdə Alban hökmdarları bacardıqları qədər ölkəni müstəqil şəkildə idarə etməyə çalışırdılar. Lakin bəzi hallarda Albaniya Sasanilər imperiyasının asılılığını qəbul etməli olurdu. 510-cu ildə Sasani imperiyası Albaniyada Arşakilər sülaləsinin sonuncu hökmdarı 3-cü Vaçaqanı taxtdan saldı və bununla da Albaniya bir müddət Sasani imperiyasının işğalına məruz qaldı. Sasani hökmdarı 1-ci Xosrov Ənüşirvanı dövründə Albaniya, Atropatena və İberiya torpaqları Sasani dövlətinin yeni yaradılmış şimal mərzbanlığına daxil edildi. 510-629-cu illər aralığında Albaniya dövləti Sasani mərzbanları tərəfindən idarə olunurdu. Nəhayət 629-cu ildə Albaniyada Sasani ağalığına son qoyuldu. Hakimiyyətə Sabir türklərinin bir qolu olan Mehranilər gəldi. Mehranilər sülaləsinin hakimiyyəti illərində Albaniya özünün yüksəliş dövrünü yaşayırdı. Xüsusən də Cavanşirin hakimiyyəti illərində dövlət həm iqtisadi, həm siyasi, həm də hərbi nöqteyi nəzərdən xeyli inkişaf etmişdi. Diplomatik yollarla həm Bizans və Sasani imperiyaları, həm Xəzər xaqanlığı, həm də Ərəb xilafəti ilə münasibətləri qaydasına salan Cavanşir, hakimiyyətdə olduğu 642-681-ci illər aralığında Albaniyanı şərqin ən qüdrətli dövlətlərindən birinə çevirmişdi. Lakin onun ölümündən sonra dövlət zəiflədi və sonrakı hökmdarların hakimiyyəti illərində xarici qüvvələrin hücumlarına məruz qaldı. 7-ci əsrin sonu, 8-ci əsrin əvvəllərində regionda daha böyük bir təhlükə var idi. Bu da böyüməkdə olan Ərəb xilafəti idi.
705-ci ildə Albaniyanın paytaxtına yürüş təşkil edən ərəblər bu tarixi dövlətimizin varlığına son qoydular. Bu dövrdən etibarən Albaniya torpaqlarında İslam dininin yayılmasına başlandı. Buna kimi Albanların dini inancı xristianlıq, qismən də atəşpərəstlik idi. Xristianlığın Qafqaz Albaniyasına ayaq açması təxminən eramızın 50-ci illərinə təsadüf edir. Xristianlıqdan əvvəl Albaniyada yaşayan xalqlar günəş, ay və digər səma cisimlərinə etiqad edirdilər. Təxminən 1000 ilə yaxın mövcud olmuş Albaniya dövləti süquta uğrasa da, Azərbaycan xalqı üçün böyük dövlətçilik ənənələri, yüzlərlə tarixi abidə, qədim Alban məbədləri, 52 hərfdən ibarət əlifba miras qoydu. Albaniya dövlətini təşkil edən tayfalar isə zamanla vahid Azərbaycan xalqının formalaşmasında mühüm rol oynadılar. Bir sözlə tarix ərzində formalaşmış bütün Azərbaycan dövlətləri Albaniyanın davamçıları hesab olunur. Ümid edirəm qədim Azərbaycan dövləti Albaniyanın tarixi haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.